Nisa suresi 24. ayənin təfsirini dedik. Şimdi təfsir dərsidir. Bismillahirrahmanirrahim. Euzubillahi mineşşeytanirracim. Fəməstəmtə'tum bihi minhunna fə'atuhunna ucurahunna farizatan və la cunaha aleykum fîmâ farazaytum bihi min ba'dil farizah. İnnallâhe kâne alîmen hakîmen. Bu Nisa suresi 24. ayet geniş bir ayədir. Bu ayənin sonu ayetdir müvəqqəti kəlimə ki, biz bu hissənin təfsirini deyəcəyik. Nisa suresi 24 böyük ayədir. Qabağında da başqa evlənməyə aid məsələlər var. Kimlə evlənmək olmaz, ərli qadınla olmaz. Yəni belə. Onlara da biz toxunduğu bəhsimizdən uzaqdır bizim. Tərcüməsi budur ki, faydalandığımız qadınların mükafatını vermək sizə vacibdir. Tərcüməsi. Və müəyyən miqdardan sonra ikinizin də razı olduğunuz bir şeyi qəbul etməyinizdə heç bir günah yoxdur. Şübhəsiz Allah bilən və hikmət sahibidir. Allah alimdir və həkimdir, hikmət sahibidir. Bu ayə həm zahiri mənası, həm alimlərin rəyinə, fikrinə əsasən müvəqqəti kəbin barəsində. Sizi faydalandığınız qadınların mükafatını vermək sizə vacibdir. Faydalandığınız qadınların mükafatını vermək sizə vacibdir. Və müəyyən miqdardan sonra ikinizin də razı olduğunuz bir şeyi qəbul etmənizdə heç bir günah yoxdur. Bu nə deməkdir? Orada arada mehriyə təyin olunur. Mehriyə pul miqdarıdır. Allah deyir ki, bir miqdar danışıb, sonra ikiniz də razılaşıb, onu da dəyişə bilərsiniz. Hər ikisinin razılığını, o dəyişilə bilər. Bunda sizə günah yoxdur. Bu, bunun zahiri tərcüməsidir. Və bu məsələyə mən toxunmayacağım, ona görə bunu dedim ki, dəyişmək niyə olar, niyə olursun da olmaz, ona toxunmayacağım. Siz bəhs özü biraz geniş var. Bunun sıyğa ayəsi olması, bu ayənin sıyğa ayəsi olması həm bizi ayənin zahirindən bəllidir. Ayənin zahirindən bəllidir nə deməkdir? Burada işlənib, fəməstəmtə'tum bihi, fəməstəmtə'tum bihi istimta kəlməsi. İstimta müvəqqəti deməkdir. Müt'ə, istimta müt'ədəndir. Müt'ə ki biz deyirik müt'ə. Sıyğanın əsl adı müt'ədir. Sıyğa bizdə dillərdir. Heç sıyğaya sıyğa demir. Sıyğa bilirsiniz nəyə deyərlər? Dillər məsələn ticarətdə sıyğa oxundur. Yəni o müqabilə. Daimi kəbinin sıyğası var. O bir başqası. Sıyğa ümumiyyətlə oxunan şərtə deyilir. Əslində bunun adı müt'ədir. Müt'ə müvəqqəti deməkdir. Və bu da daha fəməstəmtə'tum müt'ə sözündəndir. Müt'ə sözü burada işləndiyindən bəlli olur ki, bu müvəqqəti kəbin haqqındadır. Fəməstəmtə'tum sözünün bir də mənası, lüğət mənası, faydalanmaq deməkdir. Faydalanmaq deməkdir. Lüğət mənası var, bir də məna cəhətindən söz var. Başa düşdü? Məna cəhətdən müt'ə müvəqqəti deməkdir. Aydındır? Müt'ə. Amma müt'ənin həm də lüğət cəhətindən də mənası faydalanmaq deməkdir. İndi bunun lüğəvi mənasını da götürsək belə çıxır. Belə çıxır ki, belə bir evləndiyiniz qadınlarla ki, daimi kəbindəsiz, öz daimi qadınlarınızla tutaq ki, onlardan faydalansız, onların mehrini verin. Bu düzgündür. Axı, öz halal xanımı ilə hər dəfə ondan faydalananda mehir vermək lazımdır. Şəriətdə nicətdə belə uzaqdır. Hər iki mənada fəməstəmtə'tum bihi, bu burada işarədir müvəqqəti sözünə. İstimta müvəqqəti deməkdir. İstimtanın lüğət mənası faydalanmaq deməkdir. Faydalanmaq da olsa əgər, onda da məna cəhətindən kəbin sözünə düzgün gəlmir. Aydın? Ondan başqa deyir ki, onlardan faydalanandan sonra onların mükafatını verin. İşlənib nə? Ucurəhünnə. Ucurəhünnə, onların qadınların mükafatı. Əcr sözüdür ya. Əcr cəmdə olur ucur. Anlaşdı? Əcr, Allah əcr versin. Yəni mükafat versin. Əcrin cəmi olur ucur. Ucurəhünnə, yəni qadınların əcrləri.
onların əcrləri, ucurahunna bu deməkdir. Burada da haqq muz mənasındadır, ucur. Kəbin barədə Quranda danışanda mehriyə və ya sidaq kəlməsi işlənir, sədaq. Mehriyə və ya sədaq kəlməsi işlənir. Yəni onlara kəbində də vardır mehriyə, mehriyə deyirlər. Yəni kəbin oxunanda mehriyə danışılır. Daha hamınız bilirsiniz, qadınla kişinin razılaşdığı bir məbləğ danışılır. Amma o muz kimidir. Muz kimidir. O mehr mənasında işlənir və Quranda da kəbindən danışanda heç yanında ucurahun nə yazmayıblar. Mehriyə yazılır və ya sədaq yazılır. Çünki bu elə müvəqqəti bir şeydir. Biriyle məsələn iş görərsən muzdan verərsən. Burada belə mənaya işlənir. Sənə elədiyi xidmətin müqabilində muz deməkdir. Amma kəbində belədir. Kəbində mehirdir, sidaqdır, onlar geniş bir mənadır. Öyle bir ki, evlilik haqqıdır, o zaman başqa bir şey. O da əcr kimi gəlir, mükafat kimi gəlir. Deməli, zahiri mənadan nə başa düşdür? Çünki bu, sıyğa haqqı, müvəqqəti kəbin haqqındadır. Daimi kəbin haqqında bu sözlər ki, burada işlənə bilməz. Aydındır mı ya? Kimi aydındır, desin da getməyindir, əslində var. Hamıya aydındır. Ha, bu sözlər ki, burada işlənib, hamısı müvəqqəti kəbinə işarədir. İki dənə sözdür. İstinta, təməstəntəqsın bihi, müs'ə sözündəndir, kökü müs'ədir, müs'ədə müvəqqəti deməkdir. İkinci sözdür, ucurahunna, yəni onların əcrlərini verin, muzlarını, mükafatlarını verin, kəbində də belə söz işlənməyir. Kəbində mükafat verin demir. Kəbində muz yoxdur ki, məsələn, bir iş görür, ondan muzlu verib ayrılasın. Belə bir şey mənasında Quranda işlənməyir. Kəbində işlənib, ya mehriyə, ya sədaq. Quranın bütün ayələrinə baxa bilərsiniz. Heç kəndə qədər işlənməyir. Bu məna cəhətindən. Bundan əlavə, Şiyə və Sünni təfsirçiləri, Şiyə alimləri, Sünni alimləri, təfsirçilər, Peyğəmbərdən nəql olunan hədislərə əsasən bu ayənin müs'ə barəsində nazil olmasını qəti şəkildə deyirlər. İstər Şiyə, istər Sünni alimləri təfsirlərində yazıblar ki, bu ayə məhz müvəqqəti kəbin müs'ə barəsindədir. Sıyğa müvəqqəti kəbin barəsindədir. Fəxri Razi bilirsiniz ki, çox təəssübkeş Sünni alimlərindəndir. Təəssübkeş bilirsiniz nədir? O prinsipiyal bir adamdır, haqqı qəbul eləməyən bir adam, təəssüb çəkən bir adamdır. Fəxri Razi kimi təəssübkeş bir adam öz təqsirində bu ayənin sıyğa barəsində nazil olmasını edir. Yəni Fəxri Razi da bunu etiraf edir ki, bu müvəqqəti kəbin barədədir bu ayə. Səhih Müslim kitabı, Sünni qardaşlarımızın ən mötəbər kitabıdır. Səhih Müslim 4-cü cild səhifə 130. Bu hədisində deyəcəm. O burada yazılır, indi hədis deyəcəm. Səhih Müslim 4-cü cild səhifə 130-da. Cabir ibn Abdullah Ənsari və Səlamət ibn Əkundan nəql olunur. Ki, bunlar deyir, indi hələ ki Cabir ibn Abdullah məşhurdur, sahabə deyil, onun adından götürür. Onlar deyir ki, Peyğəmbərin carçısı bilirsiniz, Peyğəmbərin sözünü cəmaata çatdırır. Peyğəmbər bir söz deyib, o carçısı elan edir. Bir Peyğəmbərin carçısı bizim yanımıza gəlib dedi, Allahın Peyğəmbəri sizə istimtanın, yəni müvəqqəti evlənmənin yənini də özü deyir. Mən demirəm yəni. Bir istimtanın, yəni qadınlarla müvəqqəti evlənmənin icazətini inayət elədi. Saatı çıxdı bunu dedi. Bir Peyğəmbər sizə icazə verdi, qadınlarla müvəqqəti kəbin bağlamağa. Bu bir dənə hədisi mən qeyd elədim və çox rəvayətlər qeyd eləmirəm. Sünni kitablarında çox belə rəvayətlər var. Ki, bu ayəyə gələndən sonra Peyğəmbər ona icazə verdi. Səhih Müslim ən səhih kitablarından birisi, Səhih Buxari, Səhih Müslim. Və bunu yazsız kifayət edir. Bu sünni mənbələri. İmamlardan da qəti bir şey var. Bizim imamlarımızdan ki, Əhl-i Beyt imamlardır, İmam Sadiq əleyhissalam. Buyurur ki, müsə hökmü Quranda nazil olur. Və Peyğəmbər sünnəti onun əsasında icra oldu. Müsə, müvəqqəti kəbin Quranda nazil olur və Peyğəmbərin də sünnəti onun əsasında icra olunur. İmam Baqir əleyhissalam buyurur ki, Quran bu barədə danışır. O yerdə ki buyurur, Səməstəntəqsın bihi ayəni oxuyur. Quran bu barədə danışır müvəqqəti kəbin barədə. Harada? Bu ayəni oxuyur. Bu ayə Nisa 24-də Allah nədən danışır? Müvəqqəti kəbindən danışır.
Və bizim də hədislər bunu qəti şəkildə bildirir. Bir dənə də hədis oxuyaq İmam Baqirdən sonra keçək. İmam Məhəmməd Baqir buyurur ki, Allah onu Quranda Peyğəmbərinin dili ilə halal etmişdir. Və o qiyamət gününə qədər halal olacaq. Qulaq aydın. İmam Məhəmməd Baqir buyurur. Allah Quranda onu Peyğəmbərinin dili ilə, yəni cəmaata çatdırıb halal eləyib və o qiyamət gününə qədər halal olacaq. Heç zaman aradan getməyəcək belə. Gəlib nə başa düşdük? Bu ayə məna cəhətdən sıyğa barəsindədir, müvəqqəti kəbin barəsindədir. İkinci budur ki, hədislərdə də sünni və şiyələr hamısı deyir ki, bu ayə gəlib nə haqqında? Müvəqqəti kəbin haqqında. Buradan da dedi, indi bir dənə söz var. Deyirlər ki, bəli, düzdür bu ayə müvəqqəti kəbin haqqında gəlib. Amma sonradan nəsx edilir. Nəsx nədir? Yəni, ləğv edilir. Arasın? Bu hökmü ləğv edirlər, nəsx olunur. Nəsx olunmaq odur ki, bu hökmü qüvvədən düşür. Sünnilərdən bəlkə deyir ki, düzdür, bu ayə sıyğa haqqındadır, buna sözümüz yox. Amma nəsx edilib. O, hökmü qüvvədən düşür. Peyğəmbər dövründə baxırsan, bu nəsx edilməyib. Düzdür, Səhih Müslim bir iki dənə rəvayət yazıb ki, Peyğəmbər dövründə bu nəsx edilib. Amma nə qədər də dəlillər deyiblər, səhvdir. Səhvliyi nədədir? Çünki özləri də öz kitablarında başqa rəvayətlər gətirirlər ki, buna tam ziddiyyət təşkil edir. Qardaşdır, bir yanıcı Peyğəmbər bunu qadağan elədi də. Başqa yerdə belə rəvayət gətirib çıxıyorsan ki, Peyğəmbər bunu qadağan eləmir. Gözü yazdır onu da. İndi mən onlardan misal deyəcəm. Cənab Peyğəmbər və Əbu Bəkir zamanı siyğə eləyiblər. Bu faktdır və sünni kitablarında dolu səhifələrində bu yazılır. Peyğəmbər və Əbu Bəkir zamanında müvəqqəti kəbin olur. Peyğəmbər ləğv eləyib bir yanda yazırsan, sonra deyirsən ki, bunu eləyiblər zaman. Bu nə səbəb olur? Mən indi bir hədislər oxuyacağım. Səhih Buxari cild 5 səhifə 158. Səhih Buxari cild 5 səhifə 158. Müsəddəd ibn Yəhya. Müsəddəd ibn Yəhyadan nəql olunur ki, müthə ayəti, yəni müvəqqəti kəbin ayəti, sıyğa ayəti Allah kitabında enmişdir. Səhih Buxari cild 5 səhifə 158-dən Müsəddəd ibn Yəhyadan nəql olunur ki, müthə ayəti Allah kitabında enmişdir. Biz də Rəsulallahla birgə ona əməl elədik. Peyğəmbərlə birgə ona əməl etdi. Quran-ı Kərimdə onu haram edən bir ayə enmədi. Həzrət Rəsulallah da vəfat edənə qədər onu ləğv etmədi. Sonra biri çıxıb, öz baxışına görə, öz fikrinə görə bəzi şeylər dedi, Məhəmməd bu adamın Ömər olduğunu söylədi. Başa düşdüzdə də izah yazır. Və yaxud Səhih Müslim. Şimdi hədis deyəcəm, Səhih Müslim cild 4 səhifə 131. Cabir ibn Abdullah'dan bu hədis nəql olunur. Yazır ki, Ömər mütəni ləğv edənə qədər Həzrət Rəsulallah və Əbu Bəkir zamanında bir oğuz xurma və un qarşılığında biz mütə edirdik. Yəni, qadınlara bir oğuz xurma və un verməklə biz mütə edirdik. Peyğəmbər və Əbu Bəkir zamanında. Bunu biz edirdik. Bunu da yazır nə? Səhih Müslim cild 4 səhifə 131. Ömər özü deyir, Ömərin özündən. Deyir ki, iki müs'ə Rəsulallah dövründə halal idi. Mən bu iki müsəni nəhy edirəm, haram edirəm. Və onları eləyənləri də cəzalandıracam. İki müs'ə, həc müs'əsini izah eləmək istəmirəm, həcdə bir əməldir. Ona da mən toxunmuram. Hər halda bir əməldir də həc müs'əsi. Yadınızda saxlayın. Həc müs'əsi və qadınların müs'əsi. Bu iki şeyi mən Peyğəmbər icazə verdim, mən haram edirəm və eləyənləri də cəzalandıracam. Bunu Ömər özü deyil, Fəxri Razi də Əl-Kəbir təfsirində bu ayənin təfsirində yazıb. Fəxri Razi Əl-Kəbir təfsiri bu ayənin Nisa 24-ün təfsirində bunu gətirib ki, Ömər deyil, mən bunları ləğv elədim. Səhih Tirmizi, bu da Sünnilərin kitabıdır, amma səhifə ciddi qeyd olmuyor. Ərizə üstü baxa bilərsiniz. Səhih Tirmizidə belə bir hədis var ki, Şam əhlindən bir nəfər, Şam cəmaatından bir nəfər, həc müs'əsi haqqında Abdullah ibn Ömərdən soruşdu. Ömərin oğlundan. Soruşdu ki, bu halaldır, yoxsa yox.
Abdullah Ömər dedi ki, bu halal və yaxşı işdir. O adam təəccüb elədi. Siz atam dedi. Mən Peyğəmbərin sünnətini qoyum, atamın dediyinə əməl edeyim. Dur, atam deyilsin. Bunun hamısını özləri yazırlar səhifəmizdə, o bir kitablarda ki, mən mənbələri deyirəm sizə. Mən də elə bu cəhətdən deyirəm ki, Ömər özü deyir. Bu hökmün halallığını deyir bu halal. Ömər elə deyir ki, mən ləğv elədim. Mən Ömərin bu sözünə istinadən ki, Ömər dili ilə deyir, Peyğəmbər zamanı bu vardı, mən bunu ləğv elədim, mən bildim ki, bu da halaldır. Ömər çox söz deyir, yəni. Onun haram eləmək mənası dəlildir. Həzrət Əli əleyhissalam buyurur ki, mütə deyilən hədis. Mütə Allahın bəndələrinə verdiyi bir rəhmətdir. Əgər Ömər onu qadağan eləməsəydi, azmışlardan başqa heç kim zina eləməzdi. Ancaq yolunu azmış adamlardan başqa heç kim zina eləməzdi. Bu Allahın bir rəhmətidir insanlara. Sünnilər də bunu yazır, Sələbi Əl-Kəbir təfsirində, bu ayənin təfsirində. Sələbi Əl-Kəbir təfsirində, Nisa 24-ün təfsirində və Təbərani Əl-Kəbir təfsirində, onun da təfsirində Əl-Kəbirdir, həmən bu ayənin təfsirində bu söz gətirir. Bəlli olur ki, nədir? Bu ayə Peyğəmbər zamanında nazil olur, Peyğəmbər zamanında ləğv olunmayır, Əbu Bəkir zamanında da əməl olunub buna, Ömər bu ayənin, bu hökmü ləğv eləyib, özü də elan edir ki, mən bunu ləğv edirəm. Belə. Nəs bilirsiniz nədir? Deyirlər, Ömər, bunu izah edeyim də mən, Ömər deyirlər, ictihad eləyir. İctihad bilirsə, müştehidlər ki, fikirləşir, dəlil çıxardır, ona ictihad deyərlər. Müştehid, dəlillər çıxardır, dəlil deyərsiniz. Bunlar deyir, Ömər ictihad üzündən bunu eləyir. Şəriətdə hökm var ki, nəs müqabilində ictihad yoxdur. Nəs açıq hökmdür. İctihad bir saat olur, açıq hökm yoxdur. Açıq hökm yoxdur, rəvayətlər, hədislər əsasında əqli dəlillərindən bir şeylər çıxardırlar. Amma nəs odur ki, açıq aydın namaz bulun. Yəni, müştəhid ictihad edir, namaz vacibdir. Bunun müqabilində ictihad yoxdur. Nəs ayələri ki, açıq hökmlərdir, ona nəs də özünə uyğun ictihad çıxarda bilərəm. Heç müştehidə ehtiyac yox. Bax, bu cür yerlərdir. Müştehid olmağa ehtiyac yox. O ki, açıq ayələr var, Quranda ki, İnnəməl xəmir vəl məysir, o ayəni, şərab ayəsi. İki şeytanın əməllərindən. Bundan uzaq olun, bəlkə nicat tapasın. Müştehid yoxdursa da mən baxdım, dedim, bu haramdır. Bu açıq aydın şeytan əməlində bundan çəkin. Burada ictihada yer yoxdur. Nəsdə, bu da nəsdir, yəni açıq Allah hökmüdür. Və Ömər yox, hətta məsum imamın haqqı yox idi, bunu ləğv edir. İmam Sadiq deməyə bilməz. Həzrət Əli əleyhissalam ki, biz deyirik, onlar məsum imam idi, siz ki, Ömərə belə demirsiniz, siz seçilmiş bir adam, xəlifə seçilmiş. Siz ki, deyirik, seçilmir, bu təyin olunur, Əbu Bəkir tərəfindən. Onun haqqı yoxdur, heç Peyğəmbərin özünün də haqqı yoxdur. Heç məsum imamın da haqqı yoxdur. Allahın nəs şəklində buyurduğu hökmü dəyişdirər. Halalun Muhammedin, halalun ila yevmil qiyamət. Hədisdə var. Peyğəmbərin halalı qiyamət gününə qədər halaldır və haramuhu haramun ila yevmil qiyamət. Və Peyğəmbərin haramı da qiyamətə qədər haramdır. Bu, yəni hədis. Peyğəmbər halalı qiyamətəcən halaldır, heç kəs onu haram edə bilməz. Haramı da qiyamətəcən haramdır, heç kəs onu halal edə bilməz. Buna qədər bunun bəhsidir, necə deyim, bu izahlar ki, ixtilaflı izahlar və o hədis var. Bu, indi də bundan sonra Şeyhanın özü barədə danışaq ki, bütün sualların da cavabı cavab bu müddətindədir bunun. Bildiyiniz kimi, insanın daxilində təbii fitri hisslər var. Bəzi hisslər insanda fitridir. Allah özü insanı bu hisslərlə bərabər yaradır. O fitrist buna deyərlər. Fitrist o hissi ki, Allah onu bizim yaradılışımızda qoyur. O fitri hissi. Hamıda olur, heç kəsə də öyrətmək lazımdır, onun necə xüsusiyyəti var. Hamıda fitri hisslər var. Bəzi şeylər ola bilər ki, istisnalar təşkil eləsin. Bu fitri hissləri heç cür aradan aparmaq olmaz. Heç cür aradan aparmaq mümkündür. Heç cür mümkündür. Heç mümkün olsa da ağla ziddir. Çünki bir insan fitrətində olan bir şey tam aradan aparmaq istəyirsə, əslində Allahın yaradılışına qarşı qiyam eləyib o insan. Əslində Allahın yaradılışına qarşı qiyam eləyib, bu da
ağla zidd bir məsələdir. Çünki insanın Allahla mübarizəsi olar bir şey. Nə ki bizim fitrətimizdə Allah bizim daxilimizdə hisslər qoyub, onların hamısı bizə lazımdır. Hamısı bizə lazımdır və düzgün istiqamətdə gərək onlardan biz istifadə edək. Hətta bəzi alimlər deyirlər ki, şəhvət hissi, cinsi meyl ki insanda var, o ən əsas fitri hissi insandır. Ki bütün başqa fitri hisslər ondan qaynaqlanır. Hətta bu belə deyənlər, olublar. Son dərəcədə güclü bir fitri hiss cinsi meyildir insanda. Xüsusilə kişilərdə hissdir. Bu hiss və hətta hədislərdə də gəlib elmdə sübut edir ki, bu hiss çox təhrik olunanda ağıl biraz zəifdir. Ağıl güclü işləmir insanda. Ağlın da işləməsinə əncəl törədir bu. Ağlı da başdan alan bir şey. Şəhvət fitri hissi cinsi meyli insanın daxilində Allah qoyur və o insanın daxilində çox güclü bir fitri hissdir. Bunu da bir dənə qanun deyim mən sizə, bunu bilirsiniz də mən deməsəm də. Tek bir fitri hissi tam qadağan eləməyib Allah. Haramların içində bir dənə haram tapa bilməsiniz ki, insanın fitrətində olan bir hissi tam qadağan eləyər, onun ödənməsini. İnsanın ehtiyacı var yeməyə, bu fitri bir hiss insanın. Deyək, yemək haramdır, bilməli olur. Fitri hissləri tam qadağan eləyən bir hökm yoxdur. Və bu hissəki fikridir bizdə, deyə bilərlər ki, qadağan eləmək ki, deyib evlənin. Evlənmək, daimi kəbin. Düzü yoxdur, düzdür, əlbəttə evlənmək çox savab işdir, təkid olunur evlənməyə, bu düzdür. İndi bir dənə bir şey deyək ki, evlənmək imkanı yoxdur buradan. Evlənmək imkanı yoxdur, kitab ki, tələbədir, xaricdə oxuyur, iş görür, İmkan yoxdur, pulu yoxdur, evi yoxdur, küçədə yaşayır və yaxud küçədə də yaşamır. Ailəsi razıdır, bunun da talihi ailəsindən asılıdır. İmkanı yoxdur da insanın, o qədər var ki, evlənə bilmir. Yəni, cehiz ala bilmir, o bisinə, qıza bir şey ala bilmir, evlənmir, yaşı keçir. Bu hiss də fitri bir hiss insanın daxilində. Evlənmək imkanı da yoxdur insanın. Neyin evlər insan? 3 yolu var insanın, başqa yol yox. Ya insan sıvay qalıb, dözməlidir, o hissin əziyyətinə, ona tab gətirməlidir, dözməlidir. Ya insan pozğunçuluq eləməlidir, ya da ki, müvəqqəti kəbin eləməlidir. Başqa yol tapılmır. Dözməyə qalanda şəhvət belə bir hiss ki, çox nadir bir insan olar ki, buna tab gətirə bilsin, günaha düşmək. Gözü də olsa qatmasına, yəni. Çox çətin bir şey. Həmin nə dərəcədə insan olar ki, evlənməyə də bundan da özünü saxlayan çox böyük məqamı var o insana. Yəni, eləyə bilsə. Eləyə bilsə də, məqamı deyəndə ki, İslam bəyənmir bir şey ki, adam özünü saxlayar. Bu da elə çıxmasın ki, yox, elə özünü saxlasan yaxşı. Xeyr, İslam bunu da bəyənmir. Məqam bu dərsən ki, heç ona da imkanı yoxdur, günaha getir. Bunu da deyilə bilər. Heç bir şey imkanı yoxdur, amma günaha getir. Məqam mən bu dərsən deyirəm, nəyin ki, bu yaxşı bir haldır. Yaxşı haldır bu. Hətta özünü saxlasa belə bu hiss insanın bütün normal fəaliyyətini həm cismən, həm ruhən insanı pozacaq, narahat edəcək. İnsanın fikrini çaşdıracaq, insanın diqqətini, yaxdaşını zəiflədəcək. Bunu elmdə sübut edir və elə cümlə də budur. Ki bu insanı çox ziyan vuracaq. İstər cismi, istər ruhu ziyan vuracaq insanı. Çox ziyan və saxlamaq da çox çətin olacaq. İkinci yol ki, pozğunçuluq. Bu vəlilikdə pozğunçuluğa İslam itaat olur. Böyle günah elə. Üzr istəyirəm, gətirildi istimna məşruqdur. Eybi yoxdur, onu eləyim. Vahabilərdir. İstimna məşruqdur, burada söz tapa bilmirdi ya, yol tapa bilmirdi. Gətirir, böyük günah olan bir şey deyil məşruq. Böyük günah olan bir şey. Ki, iki kişi onun nəzərini, fikirasını bulsun, yol tapa bilmirdi. İstimna bir məşruqdur, belə özü ödədə bir payır. Başlasın. Bu cür yollar istəyir ki, onu elə bir zaman doğru, sual təbii doğurat insan, mən neyinliyim, cavan uşaqdır. Bu sual verince bana. Onu deyirəm, tezdir istəyirəm, bu seçim əməlisən, deyə bilər. Üçüncüsü də deyib ki, üçüncüsü də yol nədir? Bu şəriət icazə verən yol, müvəqqəti kəbin. Sizdə yol ki, şəriətin icazə verdiyini bir sübut elədik bunu. Bunun qaydası nədir? Siğanın qaydaları nədir? Bir dənə də şey deyim ki, bəzilər deyib ki, daimi kəbin bağlar, boşan.
Müvəqqəti kəbini qəbul eləmirik. Gündə biri ilə daimi kəbin bağlı talaq verir. Daimi kəbin bağlı talaq verir. Birincisi nə fərqi oldu buna? Öyle eyni şey istəsən elə. Sünnisən, vahabisən, hər nə əqidədirsən. Deyirsən ki, yaxşı mən siğanı qəbul eləmirəm, amma belə olar. Get biri ilə əqd bağlar, bir aydan sonra boşanır. Sonra nə olacaq? Həmən şeydir. Amma bir şey var ki, kəbinin ağır şərtləri var. Kəbinin ağır şərti var. Sən evlənib boşanmaqla deyil. Deyəcəksiniz, görəcəksiniz onun fərqi var bunda. Bunun rahat şərtləri var insan üçün. Hükümləri nədir? Əqd oxunur kişi ilə qadın arasında. Kişi ilə qadın arasında əqd oxunur. Əqddən oxunmamışdan qabaq evliliyin müddəti müəyyən olur. Ki, mən neçə müddətliyiz evləndirirsən. Müddət müəyyən olur. Və həmin o əcr, muz müəyyən olunur. Ki, nə qədər mən sənə pul verməliyəm. Bu iki şey müəyyən olduqdan sonra müvəqqəti kəbinin siğəsi oxunur. Müvəqqəti kəbinin siğəsi zəvvət düşər qadın deyil. Nəfsi, fil müddətil mə'luməti aləl mehril mə'lum. Bu qadın deyən sözlər. Oğlan qarşı tərəf dərhal onun sözü qutaran kimi çox fasilə verməmiş. Deyib qəbildir, yəni qəbul etdim. Birinci sözün mənası tərcüməsi qadın deyən sözün tərcüməsi budur ki, mən özümü sənə nicahladım, filan müddətə, filan mehriyə əsasən. Müddət də danışılır, mehriyə də danışılır. Filan deyəndə müəyyən müddətə, ki artıq müəyyəndir və mehriyə də müəyyəndir, həmən o müəyyən mehriyə var. Mən səni, özümü sənə nicahladım. Eləyə bilər öz dilində ödür. Eləyə bilər ərəb dilində ödür. Ərəb dedirsə gərək hər kəlmənin ayrı-ayrılıqda mənasını başa düşür. Ümumi başa düşdü yox. Dediyi hər kəlmənin mənasını gərək başa düşür. Və cümlənin quruluşunda orada başqa bəhslər var. Yəni öz dilində də buna deyə bilər. Mən də çox fiziki bəhslərinə girişmək istəmirəm. Məqsəd uşaqdır. Uşaq dünyaya gətirməkdir müvəqqəti uşağından. Məqsəd budur və hər iki tərəfdən hər biri istəsə uşaq olmasın qarşısına ala bilər. Daimi kəbində belədir. Daimi kəbində gərək iki tərəfdə razı olar. Ki, məsələn, uşaq olmasın. İki tərəf razı olmamış hər hansı bir tərəf özü özlüyündə uşağın əmələ gəlməsinin qarşısına ala bilməz. Söhbət üzr istəyirəm, abortdan getmir, istələməkdən getmir. O əməl zamanı elə bir əməl eləyir ki, uşağın doğulmasının qarşısını alır. Bu işi müvəqqəti kəbində hər ikisi eləyə bilər. İstəyər qadın kişi razı olmağı şərtdir. Qadın eləyə bir şey ki, uşaq olmayan, qadın razıdır, kişi soruşmadan kişi eləyə bilər. Bunun fərqi var. Başa düşdünüz fərqi nədir? İkincisi, bu birinci fərqidir. İkincisi budur ki, qadının yemək içməyi, paltarı kişinin boyundadır. Mən ona yemək almalıyam, paltar almalıyam. Boynunda daimi kəbində kişinin boynundadır qadına paltar alsın, qadını giyindirsin, qadına yemək alsın. Daimi kəbində belə. Müvəqqəti də kişinin boynundadır, amma razılaşsalar, qadın desə yox, şərt qoyuram ki belə, onu da verir. Qadın desə yox, istəmirəm, lazımdır, mənim yeməyim, içməyim öz boynuma. Onda gətirib müvəqqəti kəbinə şərt qoymayıblar bunu. Şərt kimi təyin eləməyiblər. Daimi kəbində. Uşağın nə hüququ var, müvəqqətində də eynidir. Uşağın tərbiyəsi ata-ananın boynundadır burada. Uşağa yemək vermək, uşağı hər cəhətdən ki, daimidə necədir, ilk aparır uşaq atadan. Malının varisidir. Tam bərabər hüquqlu övlad olur. Necə daimi kəbində, müvəqqətində də olur. Uşaq dünyaya var. Dördüncüsü budur ki, fərq var. Fərq budur ki, daimi kəbində boşansalar miras var. Qadın bir miqdar maldan götürür, kişi bir miqdar maldan götürür. Necə bizdə də var, boşanmada ilə. Hər dövlətin qanununda da var ki, bir miqdar mal bölünür. Burada miras da yox. Müvəqqəti kəbində boşansalar demək, müvəqqəti kəbinin vaxtı sayım oldu çıxardı. Və o deyək ki, məsələn, malın filan fərzi mənə düşür, bu deyək, belə bir şey yox. Miras məsələsi kişi ilə qadın arasında yoxdur. Belə. Beşinci budur ki, bununla əqd olduğu zaman qadın başqaları ilə ola bilməz. Ya da əqd bağlayırlar, məsələn, əlaqəsi olur. Başqaları ilə ola bilməz.
müəyyən müddətdən sonra ayrılırlar, talaq lazımdır. Daimi şəklində talaq oxunmalıdır. Burada talaq lazımdır və qadın iddə saxlamalıdır. Müvəqqəti şəklindən sonra iddə saxlamalıdır. İddəsi də 2 ayda yazırlar, 45 gündə yazırlar. Müştəhidlər arasında fərq var. 2 ay, 45 gün yazan var. Fərqi var. Ki o müddətdə də uşaq varsa ya bilinəcək. O müddətdə də bilinəcək ki, bu uşağın atası kimdir, anası. Bu şərtdir. Biz istəyirəm, 7-ci şərtdir ki, cinsi əlaqəni şərt eləməyə bilərlər. Əqd bağlayırlar, cinsi əlaqə şərt eləmirlər. Bu nişanlı vəziyyətdə də mümkün. Ki, qızın əlindən tutmaq, söhbət eləmək. Nişanlıdırlar, şərt budur ki, cinsi əlaqə olmaz, daimi kərinə qədər. Amma qız ona məhrəm olsun, əlindən tutsun, küçədə yol getsinlər, söhbət eləsinlər, bunların hamısında məhrəmlik şərt. Onun üçün müvəqqəti şəri məsələlər var. Bir şərt bağlayanlar ki, aramızda belə bir şey olmayacaqdır, bu təbii. Onun şərt bağlamasalarda da təbii bir şey kimi qəbul olmayacaq. Deməli, köklü fərqlər nədir? Daimi kəbinlə müvəqqəti kəbin arasında köklü fərqlər budur ki, qadının ehtiyacını ödəmək kişinin boyundadır. Uşaq məsələsində qarşısını ala bilərlər hər ikisi. Öyle əsasən bu iki köklü fərq. Və bir dənə də belə bir şey var ki, daimi kəbində qadın kişidən icazəsiz evdən çıxa bilməz, müvəqqətdə çıxa bilir. Belə bir şey var. Daimi kəbində birinin xanımı özündən icazəsiz evindən bayıra çıxmağa istəyir. Hər dəfə çıxanda görə icazə var. Bir var ümumi işlər. Kişi bilir ki, bu hər gün falan işləri görür, olur. Amma ondan qıraq hər dəfə evdən çıxmağına ki, mən anam gilə gedirəm, dostum gilə, hara gedir, getsin, kişinin icazəsi şərtdir. Müvəqqəti də budur. Amma narazılığa səbəb olsa, kişi desə yox. Əvvəlcədən desə, onda ev yox. Bu da daha şərt olar. Və qanuni və əxlaqi cəhətdən müvəqqəti kəbində ayrılmağın heç bir nöqsanı yoxdur. Daimi kəbində boşanma, talaq. Allahın bəyənmədiyi bir işdir. İlla Allahın ərşidir, 2 nəfər boşananda. Amma müvəqqəti kəbində ayrılanda da təbii ki, ayrılmalıdırlar. Ona görə də burada bir nə əxlaqi cəhətdən, nə qanuni cəhətdən heç bir eybi yoxdur. İndi axırıncı, bəhsimizin axırıncı hissəsi budur ki, bizə deyirlər, iradlar deyirlər bu barədə. İradlar deyirlər, o iradlara cavab verir. Birincisi irad budur ki, bir nə fərqi var bunun zina ilə. Öyle bir zina ilə, nə fərqi var. Hər ikisində də pul verib, üzr istəyirəm, pul verməlisən və bir dənə fərq budur ki, arada bir kəlmə ərəbdə söz. Belə sözlər deyirlər. Nə fərq oldu? Burada zina, bir pərdə altında zina eləmək üçün. Bu səhv sözdür. Bunu deyən adamlar siğanın şərtlərini bilir. Kimi səhərdən şərtlər sayır. Qadının namusu kişinin boynundadır, o müddətdə. Hər kim olur olsun o qadın. O müddətdə qadının namusu kişinin boynundadır. Qadının iddə saxlaması, o müddətdə uşaq bəlli olur ki, kimdəndir. Bu zinada yoxdur bu şeylər. Uşağın tərbiyəsi kişinin də boynunda və ya uşaq dünyaya gəlibdir. Bunların zinada heç biri yoxdur. Zinada bu şeylərin heç biri yoxdur. Deyirlər ki, bu şey sui-istifadəyə səbəb olur. Bəzi adamlar bu qanundan sui-istifadə eləyib, elə gündə 5 dəqiqəlik orada, haram işlər görür, 5 dəqiqə orada, 5 dəqiqə burada sui-istifadə olunur. Ona görə də bu qanun necə olur? Bunun cavabıdır ki, dünyada hansı qanundan sui-istifadə olunur? Hər qanunundan da sui-istifadə edirsən. Dedim, həzsin, gəlir bilən hazırlığından istifadə edirsən, müəyyən bir mövqe əldə edir. Qanundan sui-istifadə olunur, o başqa sözdür. Qanunun özündə nöqsan yox. Qanunun özündə nə nöqsan yox. Kim ki, gəlir ondan pis məqsədə istifadə edirsə, o başqa bir şeydir. Onu getsin, eybi cəmaatda axtarsın. Qanunu həddi bir tayfara sarası bir dəstədən həddə şeydə dedir. Az üçün deyir, o da hədd aradan getsin, düzgün bir şeydir. Üçüncüsü budur ki, sahib uşaqlar çoxalır. Cavabı deyildi ki, sahibsiz olmur olsa. O uşağın tərbiyəsi atanın boyundadır və tam bərabər hüquqlu bir övladdır. Zinadan doğulmuş övladdır. Tam qanunu bir dənə övladdır. Əksinə, bu bütün şeyləri nizama salır, belə bəlli olur. Bütün münasibətləri nizama salır və insan vicdan azadlığı ilə bu işi görə bilir. Qanuni yolla, əqdi ilə, hər şeylə bu işi görə bilir və dünya bugün axtarır ki, necə fəsadın qarşısını alsın. Sözümün axırında
Mən bir dənə Bertrand Russell'dən bir dənə söz sizə misal deyirəm, sözümü tamamlayıram, qalan sualları da müzakirə edərik. Bertrand Russell qərb alimlərindən biridir. Özü bir dənə belə kitablarının birində belə bir şey yazır. Bir gənclərdən tələb eləmək olarmı ki, tərki dünya olsunlar? Zamanlardan gənclərdən tələb eləmək olarmı ki, tərki dünya olsunlar? Sonra deyir ki, və ya onlara tam azadlıq verilsə, nə vəziyyətə düşərik? Sahibsiz uşaqlar, əxlaqsızlıq hər yanı biliyor. Necə həll edəcək bəs məsələn? Necə deyək, zamanlar heç nə eləməyin, evlənməyə imkanınız yox, saxlayın özünüzü. Necə deyək, bunu bacarmayacaq, bu cəmiyyətin qabağını ala bilməyəcək, bunu eləyə bilməyəcək. Yaxşı, bu yandan da deyək, azadlıq bildiyiniz eləyin. Ondan olacaq, onda bir faciələr olacaq. Qanunsuz uşaqlar, atılmış uşaqlar, təsad, əxlaqsızlıq. Bəs necə eləyək, qarşısını necə alaq? Ondan sonra bir dənə misal vurur. Lindsay adında bir adamdır, Amerikanın məhkəmələrinin birində işləyir. Lindsay adında bir adamdır, Amerikanın yerli hansısa ştatlarından birində məhkəmədə işləyən bir adamdır. Məmurdur, məhkəmə məmurudur. O çoxlu hallar görüb həyatında deyir. Bunu Russell ondan nəql edir. Russell bunu ondan nəql edir. Biri çoxlu həyatda hallar görür, məhkəmədə işləyirsə, ailə dağılmağı, belə pozulmalar. Bir dənə şey təklif edir, dostluq evliliyi, adlı bir şey təklif edir. Qərbdə, İslamdan xəbərsiz bir adam. Dostluq evliliyi adında bir şey olsa bir yaxşı şey. O evliliyi olsun, müvəqqəti olsun deyir. Ama deyəndən sonra katoliklər, aləm dəyərlisindən buna təzyiqlər, görüşüb çox belə əxlaqlı bir mühitləri var ki, bu bir dənə əxlaqlı sözdür. Onsuz da bunu küçələrdə edirlər. Onsuz da bunu böyle daha küçənin ortasında edirlər. Bu necə olmasa bu deyir, bunu qanununa salaq. Bunlar güya indi xristianlar əxlaq təəssüb çünki olurlar. Bunlar bununla mübarizə aparırlar və bunu işdən zaxtan çıxardırlar. Və o dostluq evliliyi deyəndə 3 dənə şəxs deyir. Bu 3 şəxslə evliliyi qanuniləşdirsək, biz fasadın qarşısına ala bilərik. Bu budur ki, birinci budur ki, məqsəd nəslin çoxalması olmasın. Bu işlər. Məqsəd nəslin çoxalması olmasın. Yəni, bunlar ikisi də riyaq dediyimiz siyğədə şəxs ki, qarşısını almaq ixtiyarları olsun. Demək üçün görürsən, heç mənə evladın olur. Bu bir. İkincisi, istədiyi vaxt ayrılsınlar. İndi siyğədirmi ki, o özündən bir qanun deməkdir. İstədiyi vaxtda bunlar ayrılsınlar. Haçan ki, istədilər ayrılsınlar. Və boşanandan sonra da bir-birinin boynunda heç bir axları olmasın. İki də məhkəməyə çəkəsən, qadın evi bölək, nəlməyini, bu şeylər eləməyək ki, qalanları qorxutmada daimidən fərqli olsun. Daimidən fərqli olsun. Ondan sonra Rasul deyir ki, əgər bu qanunu qəbul eləsəydilər, əxlaqi vəziyyətin düzəlməsinə çox böyük xidmət edərdilər. Çox böyük bir xidmət edərdilər. Qısası budur ki, bugün bəşəriyyət, bu şəhvət, insanın şəhvət sisteminin nəticəsində yaranmış əxlaqsızlıqlar o girdabında boğulur, o basaqlığında boğulur. Oturub baş dındırırlar, bunun qarşısına necə alaq? Daimi kəbimdən mümkün deyil, çünki hər adamın evlənməyə imkanı yox. Bu yandan da elə bir hissdir ki, onu ödəməsin rahat olmayacaq, o elə bir. Allah təqvim bulsun, hara getsin. Peyğəmbərin də buna ihtiyacı var. İmamın da buna ihtiyacı var. Müştehidin de buna ihtiyacı var. Her bu adamın buna ihtiyacı var. Diyelim ki açsan, mesela azlık da bir azlık. Diyelim dua ile, namaz kıl, imanın qalsın, inşallah gözəl sanarsın. Hemen nitelikat namaz kılın. Hemen Kur'an okuyun, qarnın yemək istəyir. Qarnın yeməsə doymayacaq. Kur'anla biraz qabağını alaram, səbr eləyərəm, namazla biraz fikrimi qaçışdırıram, amma ki, bu qarın gecə şəxədə verməsən, həlak edəcəksən. Bu da eyni bir şey. Bu şəhvət bunu tələb edir. Bunu tələb edir. Həsən buna denən Quran, həsən buna oruç var hədislərdə, amma onun müəyyən qədər müvəqqəti olaraq bunu qarşısına alır. Və bu sivə Allahın rəhmətidir insanlara. Xüsusən qalanlar bundan istifadə eləsinlər. Xüsusən gənclər, qalanlar əlbəttə bu qaydalara riayət eləmək şərti ilə buna əməl eləsinlər. Əməl eləsələr, bəşəriyyətin insanlığı xeyrin olar. Özlərinə də fayda olar. Əgər yox, ifrata gedib çıxar, qanun yox, bunlar özləri üçün açar.